Salam mərkəz dostlar, artıq bilirsiniz ki, Bitget birjasından da belə deyək də bizə etkinlik gəlib, hansını ki mən sizinlə paylaşmaq istəyirəm ki, məlumatınız olsun və təbii ki, bu etkinlikdən faydalanaraq həm Bitget birjasında qeydiyyat keçib özünüzə hesab aça bilərsiniz, həm də bu etkinlikdə iştirak eləyib müəyyən hədiyyələr qazana bilərsiniz. Gəlin baxaq görək bizim bu etkinlikdə nələr var və Bitget birjası bizə hansı imkanları tanıyır. Hal-hazırda bizdə Apple məhsullarından tutmuş, belə deyək də nəqd pullara kimi var. Və ilk növbədə etməli olduğunuz odur ki, mənim göstərdiyim, yəni videonun altında olan linklə qeydiyyat keçib, daha sonra isə burada, belə deyək də, həmin linkə daxil olaraq burada qoşulmaq düyməsini mütləq şəkildə vurun. Mən hal-hazırda qoşulmuşam deyənə artıq məndə bu düymə görürsünüz ağdır. Yəni artıq qoşulmuşam və həvəsləndiricilər gəlir. Üstünə də vuranda mənim hansısa qeydiyyat keçən referallarım haqqında məlumatlar gəlir və təbii ki, siz pointlər əldə etdikdən sonra həmin pointlərlə də burada çarxlar birinə fırlaya bilərsiniz və müəyyən belə deyək, hədiyyələr qazana bilərsiniz. Gəlin baxaq görək ümumiyyətcə şərtlər nədir və nələr var. Deməli, gördüyünüz kimi tapşırıq tamamladıqdan sonra 3 iş gün ərzində paylanacaqdır. Bildiyimiz kimi hədiyyələr nə qazanmısınızsa o hədiyyələr və gəlin baxaq görək bizə nələrə görə hədiyyələr verirlər. Tapşırıqlar nədir? Bunlara bir dənə göz yetirək. Hal-hazırda 2 dənə cəhd verir bizə, yəni fırlamaq cəhdi verir bizə. Xalic depozit vəzifəsi, X spot ticarəti, X futures ticarəti yazılan bu bölüm və burada biraz Azərbaycan dili yaxşı tərcümə etmədiyinə görə mən sizə təxmini deyirəm nə etmək lazımdır. Sadəcə olaraq kampaniya qoşulduqdan sonra, yəni yuxarıda linkin üstünə vurub qoşulduqdan sonra balansınızı $100 üzəri, yəni USDT, USDC və yaxud Tron hansısa bir kriptonla artırırsınız və bir gün ərzində həmin balansı sadəcə olaraq balansda saxlayırsınız. Həmin vəsaiti sadəcə olaraq balansda saxlayırsınız ki, artıq sizə 2 dənə cəhd versin. Həmçinin də istiqamət tapşırığı var ki, deyir ki, 2 dənə dostunu dəvət edirsən, o sənədin, belə deyək də, öz kabinetini doğruluyur və yalnız Azərbaycana aiddir təbii ki, yəni yalnız Azərbaycanda olan dostlarımıza aiddir. Və sən və dostun təbii ki, burada görsün, daha doğrusu sən özün 2 cəhd əldə edirsən. Məsələn, siz mənim linkimlə keçsəz, KYC prosesini keçsəz, mən 2 cəhd əldə eləyəcəm. Yəni 2 dostum keçsə, 2 cəhd əldə eləyəcəm. Və ümumi ticarət həcmi tapşırığı da var burada, hansı ki 50.000 və yuxarı dollar ticarət həcmi edən şəxslər burada avtomatik olaraq daha bir cəhd əldə edə biləcək və təbii ki, burada həmçinin də ümumi ticarət həcmi, yəni futures üzrə ticarət həcmi də var burada həmçinin $100.000 keçdikcə yenə də 2 cəhd və xalic depozit vəzifəsi. Əgər sizin balansınız $50.000 və ondan yuxarıdırsa, yenə də 3 cəhd əldə edirsiniz və $100.000 və ondan yuxarı balansınız varsa 4 cəhd əldə edirsiniz. Bizi əsas maraqlandıran, yəni ilk baxın başda gördüyümüzdür. Yəni xalic depozit $100-dan yuxarı, bunu eləmək çox asandır. Sadəcə olaraq $100, $102, $103 USDT balansda qoyub saxlaya bilərsiniz. Və həmçinin də 2 nəfər dostunuzu dəvət edə bilərsiniz ki, onlar KYC keçsin və sizin referal linkdən istifadə edib KYC keçsin. Mütləq şəkildə hər bir halda qoşulduqdan sonra bu səhifəyə gəlib, burada mütləq şəkildə kampaniya qoşul düyməsini mütləq şəkildə vurun. Qeydiyyat çəkdikdən sonra mütləq şəkildə vurun ki, sizdə o aktivləşsin. Və gəlin baxaq görək hədiyyələr nədir? Burada nemətlər yazılıb, yəni yəqin ki, hədiyyələr mənasında sadəcə olaraq Google Translate yaxşı tərcümə etmədiyinə görə vəziyyət bu yerdədir. Və görürsünüz, bizdə burada 3 USDT var, 10 USDT-li hədiyyə var, 5 BGB tokeni var, 20 USDT var, 50 USDT var, 100, 500 USDT-yə kimi dollar hədiyyələri var burada. Və bir ədəd AirPods 3 var, hansı ki 250 USDT dəyərində. Əgər siz bunu udursunuzsa, sizə təbii ki AirPods göndərmirlər. $250 balansınıza yükləyirlər, yəni də pul deməkdir. Və siz həmin pulla AirPods ala bilərsiniz. Və Apple Watch Ultra 3 var, hansı ki $8 dəyəri var. Və hansı ki siz udsaz, təbii ki yenə də $8 sizin balansınıza yansıyır. Və siz avtomatik olaraq, belə deyək də, onu istəsəz ala bilərsiniz, istəsəz USDT-ni özünüzə saxlaya bilərsiniz. Bu artıq sizin öz seçiminizdir. Kampaniya müddəti, dostlar, xatırladıram ki, 2 dekabrdan başlayır, 20 dekabra dək. Hal-hazırda bizim tarix 4 dekabrdır və 16 günümüz var. Burada gördüyünüz kimi vaxt gedir. 15 gün 20 saatımız var ki, bu kampaniyadan faydalanaq, yararlanaq və istifadə eləyə bilək. Və gəlin baxaq görək bizdə nələr var. Yenə də bax aşağıda göstərilir. Gəlin bir dənə də göz yetirək. Hesab yaradın və ilk dəfə 100 USDT-dən çox net depozit edin. Net depozit məbləği 100 USDT olaraq 24 saat qoruduqdan sonra istənilən məbləğdə ticarət edin. Bəli, deyir ki, 100 USDT balansında 24 saat qaldıqdan sonra bir dənə də ticarət etməlisən. Nəsə alıb sata bilərsən, özün artıq bunu seç. Yəni Tron, USDT, nə bilim, Bitcoin, Ethereum alıb sata bilərsən. 2 dostunu dəvət edin və onlar KYC tamamlanana nail olun. Əgər sənin 2 dostun bura girirsə və onlar KYC keçirsə,
2 şanslı çəkiliş iştirakı etmək imkanın var. Ümumi ticarət həcmi 50.000 USDT, spot və futures fərqi yoxdur, 1 şans verir. Ümumi ticarət həcmi 100K-dan yuxarı olanda 2 şans verir. Həmçinin əgər balansın 50K-dan yuxarıdırsa 3 şans verir sənə və 100K-dan yuxarı balansın varsa 4 şans verir sənə. Və şanslı mükafat sayları da var. Deməli 1000 dənə 3 USDT var. 300 dənə 10 USDT var, 200 dənə 5 BGB tokenin hədiyyəsi var, 100 dənə 20 USDT var, 50 dənə 50 USDT var və 10 dənə 100 USDT, 10 dənə 500 USDT, həmçində AirPods 5 dənə və Apple Watch Ultra 3 də 5 dənə. Və həmçində burada kampaniyalarla mütləq şəkildə şərtlərlə baxın, mütləq şəkildə deyir ki, yalnız Azərbaycanlı istifadəçilər istifadə edə bilər və qoşulun butonunu mütləq klikləmək lazımdır qeydiyyatdan sonra. Bitgetdə KYC mütləq tamamlanmalıdır. Xalis depozit PP və on-chain, yəni müdəvəzli çıxarış daxili közü nəzərə alınmayacaq. Vəsaitlər yatırılan qısa müddət sonra sürətli pul çıxarışı anormal istifadəçi kimi tanınmaq gətirib çıxara bilər və həmçinin mükafat ala bilməyəcək. Yəni, əgər siz balansınızda, belə deyək də, USDT yatırmısınızsa və məsəl üçün burada fırlayandan sonra dərhal onu çıxardırsınızsa, bu diskvalifikasiyaya girə bilər və sizin nəticəni ləğv edə bilərlər. Ona görə də çalışın ki, balansınızda kampaniyanın yəni sonunacan, yəni real olaraq birjanı istifadə eləyin. Tədbir üçün əsas hesabınızdan qeydiyyat keçməlisiniz deyir. Bəli, bir hesabınız olmalıdır. Eyni IP ünvanından, yəni hansısa yaxın qohumumu və yaxud belə bir şey eləmək eyni IP ünvanından təbii ki, olmaz. Deməli, bütün mükafatlar ilk gələn ilk xidmət prinsipi əsasında geri alınır. Bütün mükafatlar yalnız bir dəfə geri alına bilər. Bəli, siz belə deyək də daha tez qeydiyyat keçmişsiniz və daha tez çarx vuramısınızsa, siz daha tez bəli qazanacaqsınız avtomatik olaraq həmin bu hədiyyəni və tapşırıqlar tamamlandıqdan sonra mükafatlar dərhal paylanacaq. Artıq burada da API trading təbii ki, sayılmır, bu məlum məsələdir, bunu hər kəs bilir. Hansısa qayda pozuntuları artıq bilirsiniz ki, etmək olmaz. Yəni tam olaraq real hesab və real şəxs olaraq qeydiyyat keçib burada iştirak etməlisiniz. Belə dostlar, ümid edirəm ki, belə deyək də konkurs xoşunuza gələcək və bu belə deyək hədiyyələrdən istifadə edib nəsə qazana biləcəksiniz, hansısa bir gəlir əldə edə biləcəksiniz. Həmçinin Bitget birjasından da tanış ola biləcəksiniz, istifadə etməyi də bacaracaqsınız. Belə dostlar, videonu bəyəndisə like edin, belə kampaniyalar haqqında daha ətraflı məlumat almaq üçün mənim Telegram qrupum və Telegram kanalıma daxil olun. Hansılan ki, videonun altında linkləri var. Həmçinin də Bitget birjasında Lucky Drive, yəni Lucky Drive bu səhifənin linki də olacaq. Bu Lucky Drive səhifəsinin hansına ki, siz girib qeydiyyat keçə bilərsiniz. Bu səhifə birbaşa mənim linkimə yapışmış bir səhifədir və siz burada qeydiyyat keçsə artıq mənim referalım olursunuz. Bax, belə uşaqlar, inşallah ki, hər kəsə uğurlar arzu edirəm. Ümid edirəm ki, yaxşı məbləğlər əldə edə bilərsiniz, yaxşı qazanclar əldə edə bilərsiniz. Ona görə də belə məsələlərə boş verməyin, mütləq şəkildə iştirak etməyə tələsin. Bu qədər, sağ olun, gəlin görüşərək.